سحائب فرحنا وسط الورى مطر البشائر صافيا متجددا واروي النفوس سعادة ومحبة كالفجر إن ضم السماء مغردا. İmam Əhməd İbn Həmbəl rəhməhullah oğlu Abdullah üçün belə nəsihət etmişdir. Ey oğlum, sənə tövsiyəm odur ki, həmişə haqqın yanında ol və nəfsinin istəklərinə uyma. Çünki nəfsin səni azdırmağa çalışar. Elm öyrəndikcə əməl et, yoxsa öyrəndiklərin sənə qarşı dəlil olar. Həsən Əl-Bəsrinin bir gəncə verdiyi nəsihət. Ey gənc, sən dünyaya gələndə insanlar sevinib gülürdü, sən isə ağlayırdın. Həyatını elə yaşa ki, öldüyündə insanlar ağlasın, sən isə sevinəsən, güləsən. Bir nəfər İbrahim İbn Ədhəm rəhməhullahın yanına gələrək günahlarından xilas olmaq üçün nəsihət istəyir. O isə belə cavab verir. Əgər günah işləmək istəyirsənsə, onda 5 şərtə əməl et. 1. Allahın ruzusunu yemə. 2. Onun torpağında yaşama. 3. Günah edərkən onun səni görməsinə mane ol. 4. Ölüm mələyi gəldikdə ona mən hazır deyiləm de. 5. Cəhənnəm mələkləri səni aparanda onlarla getmə. مطر البشائر صافيا متجددا